Bu günləri sizə iki rəfiqənin hekayəsini danışacağam. Bunlar bir yerdə evlənirlər, illər, aylar keçir. Bir rəfiqə hər zaman yeməkdə, içməkdə, gəzməkdə, əylənməkdə, amma bir rəfiqə elə evində, işində, gücündə, ailəsində, yəni e, öz işini görürmüş. Amma son illər keçir, aylar keçir, vaxt ötür, zaman ötür, neçə illər keçir. Bir rəfiqə, həmin o gəzən, tozan rəfiqə sadəcə kirayələrdə qalır, amma o biri rəfiqə isə evi, maşını, ondan sonra gələcəyinə yatırım yatırır. Sizcə bu rəfiqələrdən hansı olmaq istəyərdiniz? Öz gələcəyinizə yatırım, yoxsa elə gəzmək, tozmaq o istəyərdiniz? Və belə insanlar da bəzən də vardı həqiqətən də. Gələcəyini fikirləşmir, heç bir şey etmir, sadəcə gəzməkdə, tozmaqda, amma elələri də vardı ki, özü üçün nələrsə eləyir, gəzməyindən zadından, yəni ödün verir ki, gələcəkdə öz ailəsi üçün gözəl bir şeylər etsin. Və bəyəndinizsə takib etməyi, yorum yazmağı, fikir bildirməyi də unutmayın. Hələlik gələn vloqlara qədər.